Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Biz bundan əvvəlki dərsdə feillər öyrənmişdik. Sonra isə feillərə aid tapşırıq həll etmişdik. Bugünkü dərsimizdə isə yenə bir tapşırıq həll edirik. Hal-hazırda siz də indi ekranda görürsünüz tapşırığı və burada nə etmək lazımdır bu tapşırıqda? Gördüyünüz kimi burada ən sona fikir versək, orada imid om rom yazılıbdır. Hansı ki, çünkü deməkdir, yoxmu? Çünkü, imid om rom. Çünkü biz bu imid om rom bundan istifadə edərək birinci hissədən yəni cümlənin birinci hissəsini götürürük. Ortaya imid om rom bunu əlavə edirik və sonra isə ikinci qutudan cümlənin son hissəsini götürüb cümləni tamamlayırıq. Məsələn, baxın, götürülübdür. Birinci qutuya yazılıbmış, birincidə nə yazılıbmış? Arminda vaşli, yəni istəmirəm vaşli alma. İkinci qutuya yazılıbmış, armiqvars vaşli, yəni sevmirəm almanı. Sonra isə imid om rom bundan istifadə etməliyik. Yoxmu, amma imid om romdan harada istifadə edirik? Bu ikisinin arasında istifadə edirik. Bu ikisini bir-birinə birləşdirir imid om rom. Və cümlə aşağıda yazılıb, arminda vaşli, imid om rom, armiqvars. Və ikincidə artıq vaşli bunu təkrar etməkdir. Çünki cümlənin birinci hissəsində istifadə olunub deyə bu isimdən. İkincidə deməyib və deyib armiqvars. Yəni, alma istəmirəm, çünki sevmirəm. Çünki sevmirəm. Bax, buna uyğun biz digər frazalarımızı götürüb belə cümlələr qurmağımız lazımdır. İkincini gəlin oxuyaq. İkinciyə yazılıb ki, ar mivdivar deda çemtan. Yəni, anamın yanına getmirəm. İkincidə oxuyaq, ikinci qutudan. Dres daqavebuli var. Yəni, bugün məşğulam. Ortaya imid om rom bunu qoyduğumuz zaman bu olacaq. Ar mivdivar deda çemtan. İmid om rom, dres daqavebuli var olacaqdı, yoxmu? Yəni, anamın yanına getmirəm, çünki bugün məşğulam. Sonraki, ertad cavidet kinoşi. Birlikdə gedək kinoya. Cavidet gedək deməkdir. İkinci hissədən oxuyaq. Biletəbi uqve maks. Yəni, biletlər artıq məndədir. Yəni, biletlərim var. Ortaya imid om rom bundan qoyaq və olsun. Ertad cavidet kinoşi. İmid om rom, biletəbi uqve maks. Sonraki, ar mivdivart parkşi. Yəni, getmirik. Ar mivdivart parkşi. Parka. İkincide deyir, dres cvims. Bugün yağış yağır. Yəni, bu olacaq. Ar mivdivart parkşi. İmid om rom, dres cvims. Cvims yağış yağır deməkdir, dostlar. Sonrakini oxuyaq. Ar tamaşops pexburts. Yəni, futbol oynamır. Ar tamaşops oynamır. İkinci hissədə nə var? Pexistkiva, ayağı ağrıyır. Bu olacaq. Ar tamaşops pexburts, imid om rom, pexistkiva. Çünki ayağı ağrıyır. Stkiva, onun ağrıyır dediğimiz zaman, bu feil hallandığı zaman olur. Mas stkiva, onun ağrıyır. Yəni, stkiva üçüncü şəxsindir. Mənim ağrıyır dediğimiz zaman deyirik. Me mtkiva. Məsələn, başım ağrıyır. Tavi mtkiva. Ayağım ağrıyır. Pexi mtkiva. M olacaqdır. S yox. Feilin önündə m olacaq və bu birinci şəxsi bildirir. Deməli, bu cümlə necə oldu? Ar tamaşops pexburts, imid om rom, pexi stkiva. Çünki ayağı ağrıyır. Sonrakini oxuyaq. Pexit mivdivart. Yəni, piyada gedirik. Pexit piyada deməkdir. Piyada gedirik. Qus tbaze. Qu gölünə. Yəni, tsbağa gölünə. Qu tsbağa deməkdir. Sonrakında, digərində oxuyaq frazamızı. Bu olur, qargi amindiya. Yəni, hava yaxşıdır. İmid om romdan istifadə edək və bu cümlə olacaq. Pexit mivdivart qus tbaze. İmid om rom, qargi amindiya. Yəni, piyada gedirik. Qu tsbağa gölünə. Çünki hava yaxşıdır. Sonrakını oxuyaq. Saçukari minda viqido. Yəni, hədiyyə almaq istəyirəm. Saçukari, hədiyyə deməkdir. İkincidə oxuyaq. Çemi dzmis dabadebis dreya. Mənim qardaşımın ad günüdür. Bu olacaq.
საჩუქარი მინდა ვიყიდო, იმიტომ რომ ჩემი ძმის დაბადების დღეა. Dабадების დღე ad günü deməkdir. Yəni hədiyyə almaq istəyirəm, çünki qardaşımın ad günüdür. Sonrakında nə var? Ofisში მინდა ვიყო. Yəni ofisdə olmaq istəyirəm. მინდა ვიყო olmaq istəyirəm deməkdir. Ბევრი საქმე მაქვს, çox işim var. Საქმე iş deməkdir. Ბევრი საქმე მაქვს, çox işim var. Bu olacaqdır. Ofisში მინდა ვიყო, იმიტომ რომ ბევრი საქმე მაქვს. Ofisdə istəyirəm olum, çünki çox işim var. Sonrakı sağamobit, yəni axşamlar. Sağamobit. Sul kompüterdən var. Həmişə kompüterin önündə oluram. Kompüterlə oluram deməkdir bu. Skype-it vlaparaqob. Skype-la danışıram. Yəni bu olacaq sağamobit. Sul kompüterdən var. იმიტომ რომ Skype-it vlaparaqob. Sonrakı ურეკის სანაპირო მომწონს, yəni ურეკinin sahilini bəyənirəm. Kvişianiya, qumludur. Bu olacaqdır. ურეკის სანაპირო მომწონს, იმიტომ რომ kvişianiya, çünki qumludur. Kvişa, qum deməkdir. Kvişiani, qumlu. Burada sondakı a, aris feilinin qısalmışıdır. Kvişianiya qumludur deyə tərcümə olunur. Və sonuncu bazarşı xili da bostneuli minda viqido. Yəni bazardan meyvə və tərəvəz almaq istəyirəm. Xval bevri stumari modi. Sabah çox qonaq gəlir. Stumari qonaq deməkdir. İmitom rom bundan istifadə edək və olacaqdır. Bazarşı xili da bostneuli minda viqido. İmitom rom xval bevri stumari modis. Bevri çox deməkdir dostlar. Stumari qonaq deməkdir. Yadınızda saxlayın ki, cümlədə bevri bundan istifadə etdiyimiz zaman bundan sonra isim cəmdə işlədilmir. Məsələn, bevri stumrebi bu səhvdir. Yadınızda saxlayın. Bevri bundan sonra hər zaman gərək isim təkdə ola. Danışıqda əlbəttə ki, qarşınıza çıxa bilər belə bir formalar, amma bu qrammatik cəhətdən yanlışdır. Doğru forma odur ki, nətər biz rəqəmlərdən sonra ismi təkdə işlədirik. Məsələn, xutiati, bundan sonra isim cəmdə olur, yoxmu? Xuti, məsələn, biciati, gogo, məsələn, xuti, bicebi, bu arastor, yəni yanlışdır. Ati, gogoebi, bu yanlışdır. Ati, gogo. Bunu kimi də bevri, bundan sonra gərək isim təkdə ola. Məsələn, bevri, mostsavle. Bevri mostsavle, məsələn, çox şagird. Bevri stumari, burada olduğu kimi çox qonaq. Bax, bundan belə istifadə olunur. Bəli dostlar, bugünlük bu qədər. Deməli, bugün sadəcə biz bir tapşırıq etdik və bu da elə bir çətin tapşırıq deyildi. Sadəcə əvvəlki dərslərin davamında var idi bu tapşırıq. Ona görə istədim ki, bu tapşırığı da həll edək, qalmasın arada. Ümid edirəm ki, bugünkü dərs sizlər üçün faydalı olar. Hər birinizə uğurlar arzu edirəm. Gələn dərslərdə görüşmək üzərə. Sağ olun, salamat qalın. Qarqad.